Salam, yeni vlogumdan herkese salamlar. Bu günleri alışveriş etmişəm. Elə də çox şey almamışam. Biraz şereyi almışam. Şereyi bazarda 4 azen 4.50 manat, 4.50'dir. Mən 2 manatlıq belə götürmüşəm. Daha sonra qaysı götürmüşəm 2 manatlıq. Qaysının da qiyməti 4 manat idi isə. Banan götürmüşəm 4 ədəd. 4 ədədinə 2 manat vermişəm. Və ardından belə bir stakan götürmüşəm, bir siz göstərəcəm. Şaftalı da götürmüşəm. Şaftalıların da qiyməti 2 manat idi. Mən 1 manatlıq götürmüşəm. Və çörək. Çörək hər gün olan bir şeydir. Və çoxdan da belə bir stakan götürmək istədim. Bu stakanlar nabor halında satılır əslində. Amma bizdə mağazada 3 manat 17 qəpiyə düşürdü bir dənəsi. Mən də bir dənə götürmüşəm. Davamlı olaraq 6 ədəd eləmək fikrim var. Bəlkə rəng-bərəng götürdüm, bəlkə eyni rəng. Bu rəngdən bir dənə qalmışdı amma. Bu qədər. Bilirsiniz, mən bu yaxınlarda bir kitab oxumuşdum. Sizinlə də paylaşmışdım. O kitab biraz məndə bir başqa ab-hava yaratdı. Bəzi misraları istəyirəm sizə. Hansılar yadımdadır, onlara deyəcəm. Rövşən Abdullovun Reyslər üzərinə uzanmış adam. Çox psixoloji bir romandır və çox belə insanın ruhuna toxunur da. Kitabı oxuyanda elə bil özümü tapırdım. Məncə hər kəs elədir. Çünki hər kitabda insan öz personajını, öz xasiyyətinə uyğun bir personajını tapır və elə düşünür ki, ayda bu mənim necə hisslərimə yaxındır, bu necə ruhuma oxşuyur da yəni. Bu sanki beynimin içində yazılıb da belə bir düşüncəyə gəlirdim. Hərdən adam özündən qaçmaq istəyir, heç nə etmək istəmirsən, həyat gedir, sən dayanıbsan. Həqiqətən elədir. Mən də bir dəfə özümü belə hiss eləmişdim. Əslində məncə hamıda belə bir şey olur. Hər şey normal görünürdü, amma içimdə bir səssizlik var idi. Tək istəyim nə idi bilirsiniz? Sadəcə həyatımı sakitcə yaşamaq idi. Amma bəzən buna həqiqətən çətinliklə nail olursam. Adam var deyir, əl çəkin məndən, darıxmışam həyat üçün. Mən də o gün elə demək istəyirdim. Çünki hər şey o qədər sürətli idi ki, mən itirdim özümü. Hər kəs deyirdi, oxu, işlə, qazan, yetər ki uğurlu ol, amma heç kim demirdi necəsən. Bu statlar əslində Reyslər üzərində uzanmış adam, yəni kitabındandır. Yəni mənim öz sözlərim deyil, çünki onlar mənim yadımda qalıb. O qədər belə yaddaşa həkk olan bir cümlələrdir ki. Və o kitabda bir cümlə vardı, yenə də. Bəzən insan ölmək istəyir, sadəcə yaşamaq istəmir. Sözün mənasına bax. Bilirsiniz, bu cümlə əslində çoxlarımızın içində keçən, amma səsləndirə bilmədiyi bir haldır. Həyat elə bu bilinç kimidir desək, hər dəfə mükəmməl alınmır ki. Amma yenə də bişirirsən, çünki hardasa içində bir ümid var. Və mən o gün o kitabda oxuyandan sonra başa düşdüm ki, dayanmaq olar, amma qalmaq olmaz. Ən azı bir bilinç pişir özünü üçün. Əgər sən də bəzən dayanmaq istəmirsənsə, bil ki, tək deyilsən. Amma yadında saxla, reys üzərinə yox, masanın başına otur. Həyat sənin yanına gəlməsə, sən bir bilinçlə onu çağır, kanala abunə ol. Çünki növbəti dəfə bir başqa kitabla danışacağam. Kitablar haqqında sizə çoxlu məlumatlar verəcəm bundan sonra. Çünki baxıram o biri vloglarıma, bəzi şeyləri boş ancaq danışmışam da. Amma kitablar haqqında bəzi statları, hansılar ki yadımdadır, onları sizinlə paylaşsam, siz dinləsəz, tamam başqa bir ruhunuza bir qida vermiş olaram, elə düşünürəm səsimlə. Səsimi də çox insan bəyənirdi, yəni lap belə məndə belə özgüvən yaranır da. Yəni çox sevinirəm, təşəkkür edirəm hər birinizə. Sona qədər əgər məni izlədinizsə, məni dinlədinizsə, mütləq rəy bölməsinə bir ürəyinizi də qoymağı çox xahiş edirəm sizdən. Çünki mənə çox xoş olardı. Kitabdakı statlardan da biraz belə sizə anlattım. Çox güman ki bəyənərsiniz. Belə bilinç kimi hazırda artıq çayımı içmək üzrəyəm və biraz dincəlmək üzrəyəm. Məncə siz də edin, çox asan hazırlanır, həm də dadlı olur. Bu vlogumda qarışıq vloglar var. Hardasa bir 3 dənə vlogu birləşdirib bir vlog etmişəm. Bu ikinci vlogumdur deyərdim. Burada isə sushi sifariş vermişdim Dino Sushi'dən. Çünki son dəfə də
Dino Sushi'dən sifariş verdim. Çox bəyənmişdim. Bu ikinci sifarişimdir və çox bunu da bəyəndim. Qiyməti altda yazıram. Gördüyünüz kimi qiymətlərini. Bu setin qiyməti 27 AZN idi. Setdə 60 ədəd var. Və hamımızdan da 3 nəfər belə doyduqca yedikdə, yəni belə deyərdim sizə. Çatdırılması isə bizə 7 manat idi. Gördüyünüz kimi bugündən yeni bir kitaba başlayıram. Dəmir yolu uşaqları. Dırnaqlarımı da göstərməliydim sizə ki, çünki yeni elətdirmişəm. O da vlogda olmalıydı. Bu da əl dırnaqlarım. Starbucks elətdirdim bu dəfə. Rəng seçimi olaraq da açıq yaşıl götürdüm. Belə harasa nanə rəngi deyərdim də belə. Ton olaraq çox bəyəndim. Kitab da çox qəşəng sürətlə gedir. Düzdür, hələ 34-cü səhifədəyəm, amma maraqlıdır da deyərdim. Burada isə əyləşib mütaliə etdim. Kənardan dedim görüm necə görsənərəm, amma elə də super alınmasa da dedim eybi yoxdur, o qalsın vlogumda, heç nə olmaz. Sakitçilikdə kitabımı oxudum, mütaliə etdim. Quşların cəhcəhi, hər halda arxa fondan o hissi edirsiniz. Çoxdan da arası 1-2 həftə bundan öncə vlog çəkmişdim sizlər üçün. Qoymuşdum kanalıma. Ondan sonra həmin bu gördüyünüz vloglarda hissə çəkmişəm, amma gündəlik olaraq birləşdirməmişəm deyənəm. Ona görə də dedim, eybi yoxdur, qaleriyadan silməyim, hamısını birləşdirim. Əgər məni sevən varsa, məni necə dəstəkləyən varsa, məncə o insan bu vloga baxıb zövq alacaq. Yox, əgər elə də çox belə sevmirsə, heç də baxmayacaq, keçib gedəcək üstündən. O da normal bir haldır. Yəni hər kəs hər kəsi sevməyə məcbur deyil, amma sevənlərə buradan qucaq dolu salamlar və öpücüklərimi yollayıram. Xoşdur mənə. Mən də çünki başqa bir qızlar var, onları izləyirəm, blogerlər var. Özüm bloger olmasam da, amma başqa xanımları, blogerləri izləməyi sevirəm. Maraqlı olur, gündəlik bir həyat tərzinin videolarını çəkirlər. Məncə hər kəs özündə o, necə deyim, gücü tapıb, öz həyatı ilə məşğul olub, öz həyatında o gözəlliyi tapa bilər elə düşünürəm. Oxuduğum kitablar çox şey öyrədir mənə həyatda. İnsanların həqiqətən də içindəki o qəzəbi, nifrəti daha asan bir şəkildə görə bilirəm artıq. Çox həqiqətən təəssüflənirəm. Və bir də ki, daha da çox ağlım artır. Onu da çox sevinirəm. Yeni elə bil ki, personajlar tanıyıram, yeni insanlar tanıyıram sanki. Amma həqiqətən də o kitablara da olmuş bir hadisələri yəni yazırlar. Fantastika olsa da, bəziləri roman olsa da, amma yenə də onlar yazıcının beyninə gəlməsə, o hardan onu yaza bilər? Deməli, olmuş bir şeydir ki, oradan bir güc toplayıb və qələmi alıb və öz kitabını nəşr eləyib bizlər üçün, biz oxucular üçün, biz də onu oxuyaq. Bu isə axşam tərəfi biraz marketə getdim, çörək aldım, belə bir xrusti aldım. Hər dəfə deyirəm ki, bu elə şeylər ziyanlıdır, çalışacağam, məsələn, yeməyəcəyəm. Amma bilmirəm niyə görəsə marketə girdim, dayana bilmirəm. Hər dəfə də almaq istəyirəm. Sonra belə bir lonç chips aldım. Hər dəfə başqa növlərini alıram, bu dəfə də fərqli növünü aldım. Bu da dadlıydı deyərdim. Bu chipslər çox dadlıdır, fərqli bir dadı var. Long chips gedir adı. Artıq mən 4 yoxdursa 5-ci dəfəsini sınayıram. Hər dəfə fərqli alıram. Əvvəllər Bravo'da elə bilirdim satılır ancaq. Gedirdim Bravo'dan alırdım. Son vaxtlar gördüm ki, Bazar Store'da da var imiş.
Ümid edirəm ki, sona qədər zövqlə izlənmişsin. Sona qədər izləyənlər bir ürək qoysanız çox sevinərəm. Belə növbəti vloqda görüşərik. Hələlik.